Gəldi dayandı Əli Əkbərin başının üstündə. Və bə'a xaddahu alə xaddi. Sonra əyildi, üzün qoydu oğlunun üzünə. Gözündən yaş axırdı. Dedi, qatalallahu qavmən qataluk. Oğulcan, əziz oğlum, Allah səni öldürən qövmü öldürsün. Necə də onlar Allaha qarşı cürət etdilər. Bir ondan sonra Bəni Haşim cavanlarını çağırdı. Gəldilər xeymələrə tərəf aparmağa. Hüseyn cənazənin yanı ilə gedir. Hərdən bu cavanlara deyir, yavaş olun biraz. Yavaş aparın, bu mənim oğlumdur. Biraz gedir yine dilinin altında deyir, yavaş aparın, incitmeyin onu, bu mənim oğlumdur. Bir sonra dedi, ya bu ne ya? Alə dünya ba'dəkəl əfa. Səndən sonra kül olsun bu dünyanın başına. Oğulcan, dünya sənlə getdi.